Sabunçu rayon İcra Hakimiyyəti o 3-4 gün bundan qabaq yayımlanan video sujetə İcra Hakimiyyəti olaraq öz rəsmi mövqeyini bildirmişdi. Facebook paylaşımının altında İcra Hakimiyyətinin mövqeyi öz əksini tapmışdı. Sabunçu rayon İcra Hakimiyyətinin qarşı tərəfə 24 yanvar 2023-cü ildə verdiyi icazədən. Həmin icazə sənədində göstərilir ki, Musayeva Dürdanəyə 9 sot torpaq sahəsində fərdi yaşayış evinin tikməsinə icazə verir. Orada 2 dənə bənd yer alır. Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılması, tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməsi. Adil Vəliyev. Və buradan da görsənir ki, nə təhlükəsizlik sanitar qaydalara, ara məsafə təhlükəsizlik məsələsinə, nə də ki, layihəyə uyğun tikilmə məsələsinə daha riayət olunmuyor. Biz bunu hardan yola çıxıb deyirik? İndi bu videoya baxan insanlar elə bilərlər ki, mən ev yiyəsi, mənim şəxsi utopiyalarımdır, fikrimdir. Xeyr. İlk Sabunçu rayon məhkəməsində iş icraatda olanda Sabunçu rayon məhkəməsinin hakimi Tahirə Əsədova məhkəmə ekspertiz mərkəzinə bütün bu suallar barəsində sorğu ünvanlamışdı. Məhkəmə ekspertiz mərkəzinə 3 sual qoymuşdur. Layihəyə uyğun tikilibmi? Cavab gəlib ki, layihəyə uyğun tikilməyib. Əsgərov Pərviz Lətifoğlu'nun həyətinə doğru hər hansı bir əlavə tikintilərə yol verilibmi? Məhkəmə ekspertiz mərkəzinin rəyində bildirilir ki, 4 pəncərə və əlavə balkonlar inşa olunubdur. Və 3-cü sual da qoyulmuş ki, 3-cü mərtəbə mansarddırmı, yoxsa müstəqil mərtəbə? Cavab olaraq 3-cü mərtəbənin tamamilə müstəqil mərtəbə olduğuna vurğu olunmuşdur. Daha sonra bir fakt hardan bilinir? Tikintilərin dövlət reyestrinə vurduqda bu tikintidən heç bir məlumat çıxmır. Yəni, tamamilə bağlı qapılar arxasında razılaşdırılmış bir layihədir. Mən sizə sənədləri göstərmək istəyirəm. Deməli, mənim əlimdə onlar 24 yanvar 2023-cü ildə İcra Hakimiyyətinə icazə almamışdan öncəki bu yarımçıq tikiliniş şəkillərini göstərmək istəyirəm. Burada bir pilləkən boşluğu var, bir də altda qaraltı var. Heç bizim həyət belə görsənmir yaşıllıqdan. Bir də burada pəncərə var. Biz zaten bunu bütün məhkəməyə sübut kimi göstərmişik ki, bizim həyətə doğru 3 pəncərə olub. Ancaq İcra Hakimiyyəti bizim həyətə doğru 3 pəncərə olmağına baxmayaraq 5 pəncərə icazəsi verib. Görürsünüz, bu da pəncərə sayılı. 1, 2, 3, 4, 5. Və bu qarşı tərəfdə də görürsünüz ki, heç bir tikintidən söhbət gedə bilməz və bu layihədə də yoxdur zaten. Deməli, bunlar biz zaten İcra Hakimiyyətinə hörmət əlaməti olaraq onları sayaraq, onların 3 pəncərə əvəzinə 5 pəncərə icazə verməyinə ta başından bəri səs çıxartmırıq. Qonşu olaraq dözürük. Amma 5 pəncərə icazə alıb əvəzində, deməli, bu şəkillərdə 24 apreldə qeydə alınıb. Deməli, Fövqəladə İcra Hakimiyyətindən icazə alındıqdan 3 ay sonra. 3 ay sonra tikiblər, bizim də xəbərimiz yoxdur ki, bu mərtəbə qanunsuzdur, bu pəncərələrin bir çoxu qanunsuzdur, bu pəncərələrin qanunsuz açıblar. Görüblər ki, biz mövqe bildirmirik və səs çıxılmır və başlayıblar bu əlavə pəncərələrə inşa etməyə. Və burada 2 pəncərə və bütün bu qarşı tərəfdəki balkon hissələr. Binaya sonradan bir plastilin kimi sanki yapışdırılıbdır binaya və orada da binanın üzərində də hal-hazırda çatlar əmələ gəlibdir. Yəni ki, buradan da faktlardan görsənir ki, layihənin özündə 3-cü mərtəbə yer almır. Özünüz çox aydın şəkildə görürsünüz. 3-cü mərtəbə yer almır və bizim səsləndirdiyimiz pəncərələr də yer almır. Və də balkon hissələr. Zaten də bizim ana məqsədimiz odur ki, fərdi yaşayış evinə icazə alınıbdır. Fərdi yaşayış evi tikimdə davam olunmalıdır. Üstəgəldə binanın konstruksiyasına bu dəyişikliklər aradan qaldırılmaqla. Daha sonra bir məsələyə vurğu eləyiblər ki, sanki Sabunçu rayon İcra Hakimiyyəti məhkəməyə müraciət eləyibdir bu binanın sökülməsinə dair. 16 yanvar Şəbnur Qədirova adlı məhkəmə hakiminə bu binanın yerli dibli sökülməsinə dair məhkəmə sənədi veriblər. Buna aydın göstərilsin. 16 yanvar 2024 məhkəmə hakimi Qədirova Şəbnur Şakir qızı. Bu Sabunçu rayon məhkəməsinin müraciətidir və onun cavabı da burada yer alır. Və cavabda bildirirlər ki, cavab elə olub ki, məhkəmə məsləhət bilib ki, Sabunçu rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Naziri və Əmlak Komitəsinə müraciət eləsin. Və Fövqəladə Hallar Naziri bunları konkret biabır eləyib ki, bizə müraciət yalnız Əsgərov Pərviz Lətifoğlu məsələni qaldırandan sonra gəlib və Sabunçu rayon İcra Hakimiyyətinin həmin tikilidə özbaşınalıqlara dair bir dənə belə xəbərdarlıq olmayıb. Ən gülməlisi və ən ironik olanı odur ki, Sabunçu rayon məhkəməsi, yəni məni savadsız bilir və ya bu ölkədə
savadlı insanlar olduğunu unudub, bunu bilmirəm. Sabunçu rayon məhkəməsi inzibati ərazi orqanıdır və mən 2 fevral tarixində bu məsələdən xəbər tutub məhkəməyə yaxınlaşmışam ki, Şəbnur Qədirovanın məhkəməsində iştirak edeyim. Və mənə onun dəftərxanasından bildiriblər ki, məhkəməyə imtina verirlər. Soruşmuşam, niyə? Deyib, məhkəmə Sabunçu rayon icra hakimiyyətinin hüquqşünaslarına bildirmişik ki, siz inzibati ərazi orqanısınız. Sizin Sabunçu rayon məhkəməsinə şikayət, bu mövzuda şikayət eləmək hüququnuz yoxdur. Siz yalnız Bakı İnzibati Məhkəməsinə müraciət edə bilərsiniz. Və mən dəfələrlə Sabunçu rayon icra hakimiyyətinin hüquqşünaslarına soruşsam da ki, siz inzibati məhkəməyə bu binanın layihəyə salınması və ya yerli dibli sökülməsinə dair inzibati məhkəməyə, Bakı İnzibati müraciət eləyəcəksə yox, konkret cavab olub ki, yox. Məhkəməyə müraciət sırf ona görə olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma, Arxitektika və Fövqəladə Hallar Nazirliyindən gələn təzyiqlərin qarşısını almaqdan ötürü. Sanki biz nəsə edirik görüntüsü yaratmaqdan ötürü.